Yenə salam əziz soydaşlar, hər vaxtınız xeyir olsun. Dünən danışdığıma biraz əlavə eləmək istəyirəm. Bu Telman Qasımovdur, nə zibildir, hərbi ekspertdir, nə zibildir. Rusiyada yaşayan Azərbaycanlılar barədə başından böyük danışır. Bilmir ki, elə həmən Azərbaycanlılar sənə həyatı başa sala bilər, hər tərəfli başa sala bilər. Nə cür istəsən özdə. Bu insan indi valı dəyişib deyir ki, mən elə demək istəmirdim, belə deyirdim, oradakılar güya Rusiyanı müdafiə edir, Putini müdafiə edir. Alçaq, sənin deməli hakimiyyətin hansı tərəfə əsirsə, siz də o sürü kimi onun dalından, o milçək sürüsü kimi onun dalından əsirsiniz də siz. Güya bir neçə aylar, lap bir il əvvəl olsun da, Azərbaycanla Rusiyanın arası yaxşı olan vaxtlar, siz bu söhbətləri elə bilirdiniz. Rusun əleyhinə bir kəlmə söz deyə bilirdiniz. Sizinki bilirsiniz nəyə bənzəyir? O, Molla Nəsrəddini padişah yanına çağırır, ondan biraz məzələnmək istəyir. Deyir, Molla deyir, sənə bir sual verəcəm. Tapsan, sənə ənam verəcəm, hədiyə verəcəm. Tapanmasan, cəzalandıracam. Deyir, padişah sağ olsun, buyur. Deyir, Molla, bu Badımcan nə cür bir şey, tərəvəzdir. Molla belə başlayır birinci tərifləməkdən. Deyir ki, Badımcan deyir, nə bilim, gözəl tərəvəzdir, tərkibin daşı maddəsi də, məsəl üçün deyirəm, özümdən ala belə. Yəni, mədədə bəzi xeyirli işləri görür, neynir. Tərəvəzdir də ətdən yaxşıdır. Yəni, ət insanı qocaldır, ağzına gələn danışır. Padişah qayıdır, deyir ki, deyir, mənim deyir, Badımcandan zəhləm gedir, deyir, sən də onu tərifləyirsən. Deyir, padişah sağ olsun. Bəli, Badımcan deyir, çox pis tərəvəzdir deyir. Adama köp verir, nə bilim, ağzı, damağı belə, nətər deyərlər, gicişdirir, ziyanlıdır, çox pis şeydir. O belə söz var, deyir, mən gedirəm, bu qara şey sizi öldürəcək, Badımcan var. Deyir, çox bir pis tərəvəzdir deyir. Ondan sonra padişah həzəbləşir, deyir, sən yenicə təriflədin, indi qayıdıb deyir, pis deyirsən deyir, bu nə olan şeydir? Molla deyir, adamda bir sifət olar, bir öz olur. Deyir ki, padişah sağ olsun deyir, mən axı deyir, Badımcana xidmət eləmirəm, mən deyir, şaha xidmət edirəm. İndə siz, şahınız, yəni prezidentiniz kimlə yaxşı olanda onların barəsində yaxşı danışırsınız, kimlə pis olanda pis danışırsınız. İranla Azərbaycanın arasında biraz münasibət körləşən kimi, o üzr istəyirəm, o sizi deyirəm, o dırnaq arası ekspertlər. İç sürüsü kimi hamınız daldala düzülürsünüz, İran'a ağzınıza gələni deyirsiniz. İndi İsraillə Azərbaycanın arası, bəlkə də zəlzələdən, vəlvələdən nəsə olar, dəyə bilər. Dünən İran'a söz deyənlər hamısı başlayacaqlar İsrail ağzına gələn demək. Çünki siz əqidəsiz insanlarsınız, sizin əqidəniz yoxdur. Sən o düdük, sən Telman Qasımov Rusiya Azərbaycanlıları barədə deyirsən əqidəsizlik. Bizim əqidəmiz də yerindədir, məsləyimiz də yerindədir, xalqımızı da sevirik, dövlətimizi də sevirik, hamısını, başa düşürsənmi? Amma siz əqidəsiz insanlarsınız, o İngilis bayrağı kimi külək hara əsdi, ora əsənlərsiniz. Sabahsı gün Azərbaycanla hansı dövlətin arası yaxşı olur, ağza verib xorla onun xeyrinə danışırsınız. Arası dəydi, başlayırsınız əleyhinə danışmağa. Hamınız o Ramiz Mehdievin kadrlarısınız da, nə bilim, sizdə əqidə nədir, insanlıq yoxdur. Çıxıbsınız indi ağzınıza gələni danışırsınız. Nə bilim, valla sizə yazıqlar olsun ki, siz belə bir, nə bilim, insan demək olar mı ümumiyyətlə sizə? Siz, o türklərin sözü var, tasma. Başınızda hamınızın tasmanız var da, hələ bir insanlıqdan, kişilikdən, əqidədən danışırsınız. Sən müstəqil həyat yaşaya bilmirsən. Çoxunuzun həyat yoldaşınızı aparıb gözünüzün qabağında zorlayıblar, qeyrətsizləşdiriblər sizi. Altınıza da üzr istəyirəm, bir fahişəni veriblər ki, sən məcbur bununla yaşamalısan. Sən
Güya ki sənin ona qarşı çıxmağa gücün var. Çoxunuz beləsiz. Çoxunuz beləsiz. Sizi elə bir kurçoka keçiriblər ki, onlar nədir, hava çalsa ona oynayanlarsınız. İndi sən oturub burada kişilikdən danışsan, əqidədən danışsan, güya ki Rusiya Azərbaycanlılarının sən o ayağının kiri ola bilməzsən. Ay Telman Qasımov. Nəysə, səni kimləri hələ çox olacaq. Hələ səni kimləri oldu da, indən sonra da bax belə xalqa qarşı hürənlər, xalqa hürənlərsiz, siz. Öz o nətər it sahibinə hürür. Bax, həmən insanlardansınız. İnsan da demək olmaz. Həmən itlərdənsiz siz. Öz sahibinə hürənlər. Yəni, xalq sizi, xalqın içindən çıxıbsınız, xalqa qarşı hürürsünüz. Yala hürənlərsiz, sümüyə hürənlərsiz siz. Qabağınıza bir sümük atırlar, bax, ona görə siz xalqa hürürsünüz. Xalqa, sən bilmirsən, onun hamısı tarixdə qalan şeydir, bəs gələcəkdə sən, gələcəkdə hakimiyyət məsəl üçün dəyişdi, neynədi, haqq yerini alanda siz elə bilirsiniz, sizi xalq yaddan çıxaracaq. Hələ kitablara da düşəcəksiniz. Troll sürüsü, it sürüsü. Trollsuz, hamınız troll. Güya ki siz vətən sevənsiz, güya sən xalq sevənsən, millət sevənsən. Sizə hansı yalı qoyurlar qabağınıza, fas verirlər. Kimə desələr onu da hürürsünüz. Siz adam deyilsiniz. Olmayıbsınız, olmayacaqsınız da. Sizin qadın variantınız da var, kişi variantınız da var. Hələ eləsi var ki, nala mıxa vurur. Gah hakimiyyət tərəfə danışır, gah o birisilər müxalifət tərəfə danışır, müxalifət düşərgəsi tərəfə. Nədir, görüm hardan nə əldə edirəm. Medal tax. Birinci hakimiyyət tərəfə danışır ki, bunun abunəçiləri artsın, biraz nətər deyirlər, məşhurlaşsın. Sonra da başlayır müxalifətə qarşı danışmağa. Simasızlar, onunkular, bununkular. Bir dənə medala görə ki, hakimiyyət buna medal versin. Belə zibillərsiz.